Salam kanalıma videoma hoş geldiniz. Ben Meryem. Bugün sizinle birlikte bir 4. grup abituriyentin görüşünü çəkirəm. İlk önce bizim məktəblə bağlı bir problem olduğu için bugün məktəbə gitməm üçün en çəkili günəndə və bu həftə çox səmərəli bir şəkildə həm videolarını çəkmək istəyirəm, həm də ki en yaxşı formanı yaratmaq istəyirəm özümü təhsilimlə bağlı. Bugün məkan dəyişikliyi elədim və ona görə arada məkan dəyişikliyi eləyəndə beynim daha yaxşı işləyir. Onda adama bir sıxıntı gəlir. Bugün mənim Azərbaycan və İngilis dilindən hazırlığım olacaq. Videonu Azərbaycan ilə çəkməyimin səbəbi Azərbaycanlı olan şəriklərim bunu daha yaxşı anlamalıdır. Mən Türk dilini daha yaxşı bildiyim üçün ona görə bəzi videolarım Türk dilində olur. İngilis dili səviyyəmdə B2 səviyyədir. B2 səviyyə inşallah bir gün çatsam İngilis dilində videolar çəkməyi düşünürəm. Bəziləri yargıla bilər ki, niyə öz dilində çəkmirsən videoları? Mən hansı dildə danışmaq daha rahatsa o dildə danışıb video çəkməyi tərcih edirəm. Amma bir günlük abituriyentlərə vlog çəkdiyim üçün düşünürəm ki, Azərbaycanla çəksəm bunu daha yaxşı olacaq. Deməli, bugün Azərbaycan dilindən hazırlığım, İngilis dilindən hazırlığım var. Saat 4'ün yarısı. Mən saat 3'də evdən çıxıram. Dostumla görüşüb belə gedirik. Ona görə dünəndən Azərbaycan dilimi bitirdim. İngilis dilimi və 104 dənə tapşırığım var idi. Onu yazdım. İndi isə kimya yazıram. Kimya mənim ən sevdiyim fəndir. Kimya oxumaq tövsiyələrini istəyirsinizsə, necə oxuyaq ki, 150 bal tanıyaq, necə daha da yaxşı olsun. İstəyirsinizsə yorumlara yazın ki, o videonu da çəkərəm. İndi isə mən burada kimyayı öyrənmişəm. Tapşırıqlarını oturub yazacağım. Sadəcə kimya və xassələrini hələ tam keçmədiyim üçün kimya və xassələrini saxlayıram. Dostlar, mən evdən çıxdım, hazırlığa gedirəm. Dişim ağrıyır azca. Atam dedi ki, qarqarıb, yox, perikisi var ya, onun dedi, qarqarıyla. Sevmirəm adlarını. Pək önəm sevmirəm adlarını mən. Düşünmürəm. Təkcə mən ola bilmərəm. İndi gedirəm dostumla görüşməyə. Makyaj eləmədim, normal. Yəni elədim, yəni ki, elədim, çox konsiler elədi vurdum. Bir də ki, ənlik vurdum, narıncı rəng. Bir də özümdən yanıma yorum aparıram. Bir də ki, qara karandaş, bir də ağ karandaş aparıram ki, birdən özüm makyaj hiss eləsəm, gedim şey, düzəldim tez. Rujda dostumdan götürəcəm, düşünürəm. İnşallah yanında var. Dostlar, mən çıxdım dərsdən. Biyologiyadan da çıxdım, kimyadan da. Yəni kimya getmişdim, sonra biyologiya gəldim. Dostum yox idi, dərs fərqli oldu. Ona görə çox da bir şey eləmədik də. Tapşırığı olmadığı üçün ancaq dərs soruşurum. Mən təzə dərs izah elədi. Və mükəmməl keçdi günüm. Dərsi mən əslində dedim ki, 100% məndə nəsə aksaqlıq falan olacaq. Çünki 8-ci sinifdə olan göz mövzusunu mən son dəqiqə
yadıma düşmüşdü ki onu öyrənmək lazımdır. SS 4-cü qrupun eləməməli olduğu bir səhvdir. Nəysə, mən geçen səhvdə neçə gündə oxuyacağım istəyirdim. Pis gün öyrənmişəm. Amma yəni ki, bir-iki sual axsaldığım oldu. Onun həqiqətən müəllimin şeydi də, anlama məntiq suallarından idi. Onlarda da biraz başım çıxmadı. İndi gedirəm evə. Riyaziyyat yazmalıyam. Açım özü. Nispeten çok verip bugün biraz oturup əlavə işləmək istəyirəm, ona görə biraz dincəlməyi düşünürəm. Biraz dincələrəm, full da gecə dərs edirəm, kofim de var zaten. Dişim ağrımasa okey olar, çünkü dünən gecə diş ağrısından üstə falan yattım. Biraz mənim səhvimdən oldu, çünkü biraz dirəşdim evdəkilərin dedim ki, zaten mən perişis falan vuram mənim, amma mən istəyəm ağrıma da şeydir, acıma dərman perişismiş. İnsana biraz qəribə baxır. Niyə də yəni, bunu normallaşdıraq da insanlar video çəkəndə. Sonra bir də onun dadına bax gör bir şey. Her duydum ilk işim. Oturup hesap yazdım. Sonra yemeği yedim. İndiyse fiska yazacağım. Ki sonra da kaçmayayım. Çünkü aklıma çok fazla alır. Saat 12 yarısı olduğunu varsaysa. Ne tahmini bir vardı. Neçə saatım qalır? Mən saat 1-də əlimi geyməyə başlasam, artıq hazırlaşmağa başlasam, mənim saat yarım üçün bir şeyim qalır. Şimdi Riyaziyyatdan çıktım, biraz makyaj falan yedim. Sivitim aşırı pis görünür. Şimdi Riyaziyyatdan çıktım, gedirəm fiskaya, yəni ki, daha doğrusu. Baxdım var 1 saat. O vaxta qədər də blokun qabağında mobillər var içəridə. Acı cilmirəm. Hava soğuk. Havada qəşəng gedər. Yəni bu veletlər mənə top dəyirməsə zor olacaq.